Şirkətlərdə sənədləşmə nə üçün lazımdır? Əvvəla qeyd edim ki, bir çox şirkətlər sənədləşməni əlavə bir bürokratiya kimi nəzərdə tuturlar və düşünürlər ki, bu artıq kağız-koz işidir. Bəli, əgər sənədlər işlənmirsə və mahiyyətinə uyğun tərtib olunmursa, adekvatlığını və uyğunluğunu qoruyub saxlamırsa, tamamilə doğrudur, bu kağız-kozdan başqa bir şey deyil. Ancaq sistemli idarə etmədə istənilən bir prosesi izləmək, ölçmək, müəyyən müddətdən bir qiymətləndirmək və ədalətli qərar vermək üçün mütləq sənəd vacibdir. Sənəd dediyimiz şey sadəcə olaraq çap olunmuş kağızlardan ibarət deyil. Bu video da ola bilər, bu maillər də ola bilər, bu şəkilli təlimatlar da ola bilər və s. Məsələn, biz tarixdən nümunə götürsək, 3000 il, 5000 il bundan qabaqki mədəniyyətlərlə bağlı məlumatları məhz sənədlər vasitəsilə əldə edə bilirik. Köhnə kağız papiruslarda yazılmış məlumatlar, daşlar üzərində oyulmuş şəkillər, rəsmlər, bunlar hamısı keçmişdən bir informasiyanın ötürülməsi üçün çox əla bir alətlərdir və bugün arxeoloqlar və elm bu tip məlumatlarla keçmiş haqqında fərziyyə irəli sürüb, hətta gələcək haqqında da proqnoz verə bilirlər. Bəs necə edək ki, sənəd işlək vəziyyətdə olsun və o kağız-kozda çevrilməsin? İlk öncə şirkət daxilində vacib olan sənədlər siyahısını bir danışaq. Birinci növbədə bu strukturdur, hansı ki təsdiqlənir və hər kəsin tabeçiliyi bilinir. İkinci növbədə şirkətin fəaliyyətini tənzimləyən blok sxemlərdir. Buna iş axışları, workflowlar deyirlər. İş hardan başlayır, harda bitir. Üçüncü sənəd həmin iş axışlarındakı mərhələlərin ardıcıllığını təyin edən, göstərən prosedurlardır, hansı ki onlar bütün şirkətdəki şöbələr arası, sahələr arası fəaliyyəti tənzimləyir. Növbəti sənəd həmən bu tənzimləmələr zamanı kimin hansı öhdəliyi, hansı məsuliyyəti var, onu əks elətdirən vəzifə təlimatlarıdır. Daha sonra isə o vəzifə təlimatlarından irəli gələn işlərin icrasını əks elətdirən, ölçümlərin aparılmasını əks elətdirən blanklardır, qeydlərdir, formlardır və s. Bütün bunların hər biri canlı şəkildə şirkətin real vəziyyətini əks elətdirməlidir. Əgər şirkətdə hansısa bir qayda dəyişibsə, şifahi olaraq dəyişsə, o mütləq yazılı vəziyyətə çevrilməlidir. Və ən önəmli məsələ, o skalyar zəncir daxilində, yəni bir-biri ilə əlaqəli şöbələr arasında bu məlumat mütləq bərabər paylanmalıdır. Hansısa bir yeni qərar çıxıbsa və o qərar 4 şöbəni əhatə edirsə, o şöbə rəhbərlərinə o məlumat ötürülməli, onlardan rəylər alınmalı, onlar təsdiq etdikdən sonra o sənəd müəyyən bir vaxtdan sonra qüvvəyə minməlidir. Məsələn, misal deyimsə, təchizat zəncirinin idarə olunmasında satın alma, planlama, logistika və ambar bu 4 dənə şöbə bir-biri ilə sıx kommunikasiyadadır. Təsəvvür eləyək ki, ambar özündən belə bir qayda qoyur ki, çox yaxşı qaydadır əslində, deyir ki, mən indən belə təhvil təslim sənədi gəlməmiş heç bir məhsulu qəbul etməyəcəm və dayanır, bütün sənədləri, sənədsiz gələn bütün malları geri qaytarır və bu proses 1-2 gün keçəndən sonra stok bitir, istehsal dayanır və yaxud da xidmət dayanır və böyük bir çaxnaşma düşür ki, niyə belə olub? Bəli olur ki, ambar belə bir qayda tətbiq edib və ambarı burada cəzalandırırlar ki, sən öz başına hərəkət eləmisən. Bəs bu qayda necə olmalı idi? Ambar yaranmış problemlə bağlı rəhbərə müraciət eləyir, niyə təhvil təslim olmalıdır onu izah eləyir və rəhbər bununla bağlı yığır bütün bu təchizat şöbəsini. Kimləri? Satın alma, logistika, ambar və məsələn planlama şöbəsini. Daha doğrusu istehsal və planlama şöbəsini. Deyir ki, birinci satın almaya bildirilir ki, siz öz tədarükçülərinizə bildirin ki, təhvil təslim sənədini göndərməlidirlər. Özlərində yoxsa bizim nümunəni verə bilərsiniz. Bu şəkildə doldursunlar. Logistika məlumat ötürülür ki, siz gedib yükləri götürəndə bu tip sənədi verməsələr malı qəbul eləmirsiniz və problemi yerində çözürsünüz. Ambara bildirilir ki, ambar sən bunu bu şəkildə qəbul eləyəcəksən və bu sənədi ötürəcəksən maliyyə şöbəsinə ki, bu qədər mallar həqiqətən daxil olub, bu qədər mallar həqiqətən xaric olub. Və bununla da nə olmuş olur? Bir həftə 10 gün vaxt verilir, satın almaçı tədarükçünü adaptasiya edir, logistika sürücülər vasitəsilə bu prosesi yerində nizamlayır. Ambar zaten bu işlə maraqlı idi, ölçür onu və bu təhvil təslim sənədlərində sonda gəlib maliyyəyə çıxır və maliyyə də öz hesabatlığında, debitor borclarında, kreditor borclarında bilə bilir ki, kimə nə qədər pul ödəyib, nə qədər mal gəlir və sübutu nədir.
Və bununla da bir həftə 10 gün vaxt verilir. Hər kəs buna adaptasiya olandan sonra qanun qüvvəyə minir və başlanılır bu prosesin icrasına. Bəs icraya nəzarət kim tərəfindən aparılır? Bizim bu keyfiyyət menecerimiz hər bir şirkətdə olması lazımdır və yaxud da buna idarəetmə təmsilçisi də deyirlər, hansısa bir istənilən sahədən bu şəxs ola bilər. Bu prosesin gedişatında bu flowdakı qırıqlıqlar hardadır, onları tapır, kök səbəb analizlərini aparır, niyə belə olubdur, nədən olubdur. Bir insan bunu tam qavraya bilmirsə, onu yenidən ona eğitimini verir və qeydini aparır və başlayır onları yenidən izləməyə. Və bu proses davamlı olaraq yaxşılaşdırma fəaliyyəti olaraq Kaizen dediyimiz davamlı yaxşılaşma texnikasının tətbiqi ilə qanun getdikcə yavaş-yavaş öz yerinə oturur və ədalətli bir idarəetmə sistemi yaranmış olur.